Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bilirik ki, imtahana az qalıb, 2 gün qalıb. Mən də uşaqlara video çəkirəm. Belə ki, burada qaydaları izah eləyirik. Daha doğrusu izah eləyirik deyəndə belə deyək. Təkrar baxırıq nümunə testlər üzərində. Görək nə bilirik, nə bilmirik. İlk mövzular natural ədədlər filandır. Mən sonra imtahana bir gün qalmış nələrə fikir versəz yaxşı olar, onları qeyd edərəm. Gəlin birinci həndəsədən başlayaq. Həndəsənin əsas anlayışları düşünürəm ki, asandır. Ona görə çox orada vaxt itirmək istəmirəm. Baxaq üçbucaqlara. Deməli, nə deyir? Uşaqlar, bilirik ki, üçbucaqlarda əsas nəyə fikir verməliyik? Baxın, üçbucaq bərabərsizliyi imtahana düşər. Üçbucaq bərabərsizliyi nədir? Baxın, üçbucağımızı bu şəkildə qeyd edək. Bax, tərəflərimiz olsun A, B və X tərəfi. Düzdür? Baxın, X-in ala biləcəyi qiymətlər tərəflərin modullarından, tərəflərin modulları fərqindən böyük olacaq, amma cəmdən kiçik olacaq. Bunu bilək, yadımızda qalsın. Ancaq ki, burada ixtiyari bir alfa bucağı qeyd edərlərsə, onda 2 hal var. Əgər alfa iti bucaq olarsa, yəni 90 dərəcədən kiçik olarsa. Baxın uşaqlar, bu sinuslar, kosinuslar teoremi dərsində, yəni üçbucağın sinuslar, kosinuslar teoremi dərsində var bu suallar. Alfanı 90 dərəcədən kiçik verib, böyük verib. İndi o dərsdə olduğu üçün uşaq çaşır qalır ki, burada üçbucaq bərabərsizliyi olur bəyəm. Ümumiyyətlə, alfanın 90 dərəcədən böyük kiçikliyini gördünüzsə, bilin ki, orada üçbucaq bərabərsizliyi olacaq. İndi alfamız iti bucaq olarsa, onda bizim düsturumuz olacaq belə. Yadda qalsın. A çıxılsın B, kiçik olacaq X-dan, o da kiçik olacaq. Kök altında kvadratlar cəmindən. Baxın, kök altında. Bir yerdə yazıb əslində müqayisə eləsəniz, daha yaxşı yadda saxlaya bilərsiniz. Axşam vaxtı uşaqlar biraz pərtək kimi danışım, üzrlü sayın. Sonra, məsəl üçün, alfamız kör bucaq olarsa necə olacaq? Kör bucaq olarsa, onda artıq kök altında kvadratlar cəmi, düzdürmü? Kiçik olmalıdır X-dan, o da kiçik olmalıdır bizim bu cəmimizdən. Yadımızda qalsın. Bir də uşaqlar, burada bizə 3 dənə bucaq verə bilər. Baxın, 3 dənə. 3 dənə bucaq verərsə, tutaq ki, bu beta olsun, bu qamma olsun, fərqi yoxdur. Bu 3 bucağın 3-ü də iti bucaq olarsa, baxın, 3-ü də iti bucaq olarsa, o zaman bizim düsturumuz daha da fərqlənəcək. Yəni, kök altında kvadratlar fərqi, təbii ki, modulda kökün altı mənfi olmaz uşaqlar. Kvadratlar fərqi kiçik olacaq X-dan, o da kiçik olacaq kök altında kvadratlar cəmindən. Baxın, qruplaşdırsaz yadda qalacaq. Deməli, biz nə öyrəndik? Biz öyrəndik ki, ümumiyyətlə üçbucaq bərabərsizliyi birinci qeyd etdiyimizdir. Əgər bizim alfamız iti bucaqdırsa, yəni 90 dərəcədən kiçikdirsə, onda modulda fərq kiçik olacaq X-dan, X da kiçik olacaq kvadratlardan, kvadratlar cəmindən, kök altında kvadratlar cəmi. Amma kör bucaqda baxın, kvadratlar cəmindən kiçik olur. Daha doğrusu böyük olur. Cəmdənsə kiçik olur. Tərəflərin cəmindən. Bax, bunları yadda saxlamaq lazımdır. Hər üçü də iti bucaq olanda onda vəziyyət lap dəyişəcək. Ümidvaram yadda qalar, qarışdırmarsınız. Ondan sonra üçbucaqda baxın, hündürlük, median, tən bölən anlayışları, bunlar nədir? Uşaqlar, baxın, yadınızda qalsın. Üçbucaqda hündürlüklə bağlı bilməlisiniz ki, böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə böyük hündürlük çəkilir. Yəni, sizin ən böyük tərəfiniz A-dırsa, sonra B-dirsə, sonra C-dirsə və bu tərəflərə uyğun olaraq HA, HB, HC hündürlükləri çəkilibsə, ən kiçik tərəfiniz C deyil, onda ən böyük hündürlük HC-dir, sonra HB-dir, sonra HA-dır. Deməli, ən kiçik tərəfə ən böyük hündürlük çəkilir. Yadımızda qalsın. Üçbucaqda hündürlüyün əlaqəsi belədir ki, A vurulsun H-a bərabərdir, B vurulsun HB-yə, o da bərabərdir, C vurulsun HC-yə və Pifaqor teoremindən hündürlüklə bağlı çox istifadə olunur. Yadımızda qalsın. Baxın, üçbucağın üç hündürlüyü olur. Düzbucaqlı üçbucaqda katetlərdə üçbucağın hündürlüyü adlanır. Yadımızda qalsın. Ondan sonra nə qeyd eləyə bilərik? Belə,
Bax, üçbucağın medianından danışsaq, yəni hündürlükdən çıxıb mediana keçsək, medianla bağlı deyərik ki, ümumiyyətlə uşaqlar medianlar kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində bölür. Bax, ağırlıq mərkəzi də 2-nin 1-ə nisbətdə bölür. Bax, sualdır. Tutaq ki, bu A-dır, bu M-dir. A-ın medianıdır, amma BT tən bölənidir. Uşaq deyir ki, hə, mən bura 2x, bura x yazaq, bu nə? Xeyr. Ay bala. Əgər bunların hər biri median olarsa, 2-nin 1-ə nisbətdə bölünür. Yəni, tutaq ki, sizə bir dənə median verib, amma o birisi tənböləndir. Amma deyir ki, hə, bu J-dir, yəni ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi medianların kəsişmə nöqtəsidir. O şərti verərsə, hə, onda deyərsiniz ki, 2-nin 1-ə nisbətdə bölür. Amma burada söhbət yoxdur axı. Yoxdursa, uşaqlar, 2-nin 1-ə yaza bilmərsiniz. İnanın Allahım, mənimkilər, sizin canınızı alaram. Gedib imtahanda belə səhvlik eləyəsiniz. Bax, sizin canınızı alaram. Hə, nəsə, qaydaq indi mehribanlığımıza. Üçbucağın, baxın, 3 dənə medianın verib bizə. Üçbucağın medianları, bura onda J ağırlıq mərkəzidirsə, 2-ni 1-ə nisbətdə bölünür. Yəni, bura 2x deyərəm, bura x deyərəm, bura 2y deyərəm, bura y deyərəm, bura 2z deyərəm, burada z deyərəm. Düzdür? Baxın, 2-nin 1-ə. Təpədən başlayaraq 2-nin 1-ə nisbətdə bölünür. Yadımızda qalsın. Medianın düsturu var. Məsəl üçün, A tərəfinə çəkilən median MA bərabər olacaq. 2-də 1 kök altında. Bax, 2-ni yaddan çıxartmayın. 2B kvadrat üstəgəl 2C kvadratı çıxılsın həmin o tərəfin özü. Yəni, A kvadratı. Ondan sonra, uşaqlar, bax, ən çox imtahanda düşən tipdə budur. Ən çox düşən budur. Belə ki, verir ki, MA MB-yə nədir? Perpendikulyar. Baxın, MA ilə MB bir-birinə perpendikulyardırsa, 2 dənə sual ola bilər. Bir, deyər ki, həmin A ilə B tərəfinə çəkilən, ya da AB ilə tutaq ki, BC tərəfinə çəkilən medianlar bir-birinə perpendikulyardır. İndi biz sadə şəkildə belə deyək. Perpendikulyardır. Səndən ya istəyəcək 3-cü tərəfini, bax, 3-cü tərəfə çəkilən medianı, ya da 3-cü tərəfin özünü. 3-cü tərəfimiz də C olsun, çəkilən medianımız da MC olsun. Yəni, ya C-ni istəyəcək, ya da MC-ni. Onda biz MC-ni tapmaq üçün yadımızda qalsın ki, MC-nin kvadratı bərabərdir həmin o perpendikulyarların kvadratına. Elə bil ki, orada düzbucaqlı üçbucaq əmələ gəlir. Bu ikisi də perpendikulyardır. Bu da hipotenuzdur, belə deyək. MA kvadrat, MB kvadrat. 3-cü tərəfi isə bərabər olacaq. Kök altında bu ikisinin kvadratları cəminin 5-ə nisbətinə. Qaydadır, düsturdur. Yadımızda qalsın. Ən çox düşən suallardan biridir. Ondan sonra başqa ən çox düşən, bax, sahə ilə bağlı. Uşaqlar, hündürlükdür, tənböləndir, sahəni yarı bölmür. Amma median sahəni yarı bölür. Yadımızda qalsın. ABC üçbucağıdır, tutaq ki, B-nin medianıdır. Onda bu S1 olacaq, bu S2, yəni bunlar bir-birinə bərabər olacaq. Belə deyək də, SS olaraq böləcək. Yəni, bu sahələr bir-birinə bərabər olacaq. Əgər burada 3 medianın 3-ü də çəkilərsə, baxın, bu şəkildə 3-ü də çəkilərsə, onda burada, baxın, 6 dənə bərabər hissəyə böləcək bu sahəni. 6 dənə bərabər hissəyə. Yəni, bunlar bir-birinə bərabər olacaq. Ondan sonra, amma, uşaqlar, bax, qarışdırmayın. Sahəni yarı bölür. Perimetri yox. Perimetrlə sahə fərqli anlayışlardır, uşaqlar, yadınızda qalsın. Yəni, tutaq ki, belə bir dənə veribsə, bu perimetr 1, bu perimetr 2 olur. Yəni, ümumi perimetri yarı bölmür. Sahəni bölür, perimetri bölmür. Bu arada perimetrlər veribsə, bu M-dirsə, bu medianı tapmağın bir düsturu var. Yəni, bu ayırdığı perimetrlərin cəmindən üçbucağın ümumi perimetrini çıxarsan, bölərsən 2-yə. Bu da sənin olar medianın. Yəni, bu düstur da var. Çox işlənmir, düzdür. Amma imtahanda düşə də bilər, düşməyə də bilər. İndi bizdən demək, sizdən öyrənmək. Görək indi. Vaxtımıza hansı sual çıxar. Sonra tənbölən. Tənböləndən nə danışaram? Yəni, tənbölən demək olar ki, ən asanlardan biridir. Çəkək üçbucağımızı. Bax, ABC üçbucağıdır. Bir dənə də bizə BT tənböləni versin. Buradakı alfa olaraq qeyd edək. Düzdür? Bu tərəflərimizi də qeyd eləsək, bu olsun B tərəf, C tərəf, M, N. Düzdür? Biz bilirik ki, bax, Türk müəllim də deyir deyə, munun muna, munun da muna.
Yəni B-nin M-ə nisbəti bərabərdir C-nin N-ə nisbətinə. Yadımızda qalsın. Oxşarlıq dərsində tənböləndən çox istifadə olunur. Əgər oxşarlığı yaxşı yazmaq istəyirsinizsə, üçbucağın tənbölənlərini yaxşı bilməlisiniz. Ondan sonra tənbölənin öz düsturları filan, yəni bunlar əslində imtahana düşməz. Əsas sizə lazım olanları qeyd edəcəm. Bax bu tərəflə asılılığı bildikmi? Bir də sahə ilə. Məsəl üçün, bura S1, bura S2 olarsa, onda S1-in S2-yə nisbəti bərabərdir. M-in, bax, S1-in yanında kimdir? Yanıb altında N. Sonra N. M-in N-ə, həmçinin də S1 hara söykənir? B-yə də, yəni B-nindir də. O birisi də nədir? C-nin. Yəni, bu nisbətlər bir-birinə bərabər olacaq. Yadınızda qalsın. Ondan sonra nədən danışa bilərik? Bax, uşaqlar. Aradakı bucaq məsələsi. Medianla hündürlük arasındakı bucaq, medianla tənbölən arasındakı bucaq, hündürlüklə tənbölən arasındakı bucaq. Uşaqlar, medianla hündürlük oturacaqlar fərqidir. Mən öz uşaqlarıma belə başa salmışam. Tənbölən yarı bölmür bucağı. Tənböləndə oturacaqlar fərqinin yarısıdır. Yəni, tutaq ki, sizə belə bir dənə sual verib, deyir ki, medianla nə bilim, tənbölən arasındakı bucağı tap da belə bir dənə şey deyir. Yəni, bu olsun median, bu olsun hündürlüyü və s. tənbölən. Burada da ki, bucaqlarındır. Bu oturacaqlar fərqi olacaq sizin bu hissəniz. Həmin o soruşulan. Əgər tənbölən də desə, oturacaqlar fərqini böləcəksiniz 2-yə, yadınızda qalsın. Sonra üçbucaq bilirik ki, şaxələnir. Fales teoremi var idi bir də uşaqlar. Fales teoremi ümumiyyətlə ən rahat və asanlardandır. Yəni, belə qeyd edək, bura x-dırsa, bura 2x-dır. Bir qayda olaraq, yəni orta xəttdir. Həmçinin sahələr nisbəti var. Bura S sahəsidirsə, bura artıq 3S sahəsi olacaq uşaqlar. Bax, 3S. Amma biri də var ki, burada, bax, bir paralel, bu oturacağa paraleldir, düzdür. Bir paralel də, məsəl üçün, belə çəkilir. Hara paraleldir? Yan tərəfə. Biri də, bax, belə çəkilir. Bu da bu biri yan tərəfə bərabərdir. Artıq bu, bütün sahələri yarı böləcək. S, S, S. Baxın, aşağı 3S oldu mu? Bəli. Artıq bu S-lər bir-birinə nə olacaq? Bərabər olacaq. Ümumi üçbucağın onda hansı hissəsi olacaq? 4də 1 hissəsi olacaq. Düzdür? S burada, 3'ü də burada 4 dənə. 4də 1 hissəsi olacaq. Bir də ki, uşaqlar, Fales teoremində yadınızda qalsın. Nisbətlər bərabər olur. Yəni, necə? Tutaq ki, bura 3K-dırsa, onda bura 3A olacaq. Bax, nisbətlər bərabər olur. Ədədlər yox. Məsəl üçün, burada 7K-dırsa, onda burada olacaq 7A. Belə. Nisbətlər bir-birinə bərabər olmalıdır. Ondan sonra bərabər yanlı, bərabər tərəfli üçbucaqlar, bunlardan danışsaq. Uşaqlar, bərabər yanlı üçbucaqda və bərabər tərəfli üçbucaqda fərq odur ki, bərabər yanlıda yalnız təpədən oturacağa çəkilən median hündürlük bir-birinə tənböləndir. Tənböləndir, özdə bərabərdir. Yalnız təpədən oturacağa çəkilən median hündürlük tənbölən bir-birinə bərabər olur. Amma bərabər tərəfli üçbucaqda fərqi yoxdur. İxtiyari nöqtəyə, ixtiyari tərəfə çəkdiyiniz median, tənbölən, hündürlük hər biri bir-birinə bərabər olacaq, yadınızda qalsın. Həmçinin bilməli olduğumuz qaydalardan biri də nədir? Tutaq ki, bərabər yanlı üçbucaqdır, bu bərabər yanlı üçbucaqdır. Bir dənə də kiçik, bax, belə H1, H2 hündürlükləri verib. H1 bir dənə kiçik belə verib, H2 bir dənə də kiçik belə verib. Bax, bu da ümumi H-ımdır. Bərabər yanlı üçbucaqda ümumi H həmin bu kiçik H-ların cəmidir. Yadınızda qalsın. İmtahanda bu sual düşər. Çünki hansısa sınaqda mənim qarşıma çıxmışdı. Baxın, ümumi böyük H kiçiklərin cəminə bərabər olur. Yadınızda qalsın. Bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq uşaqlar. Bax, sualdır. İmtahandır, imtahandasınız. Deyir ki, bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağı ya sənə ona görə verib ki, sən burada medianı, hündürlüyü, tənböləni bir-birinə bərabər edəsən. Ya da ona görə verib ki, bucaqla işləyəsən. Ona görə sualda bildiyiniz hər şeyi qeyd elə. Bax, qeyd elə. 60 dərəcə. Qeyd elə. 60 dərəcə. Bu 60-ın sizdə çox kömək olacaq uşaqlar. Bax, elə olur ki,
Mən də uşaqlara test izah eləyirəm. Amma ki, nə bilim, elə olur ki, testin üstündə ilişib qalırıq. Deyirəm ki, burada nə isə görmürük. Baxıram ki, bərabər tərəfli üç bucaq deyir. Mənə də elə bu bucağı tapmaq lazım idi. Elə bu bucaq 60 dərəcədir də. Yəni o bucağı tapsam, burada nə bilim məndən məsəl üçün sahə istəyir və s. başqa bir şey. Elə bu bucağı tapsam gedir də öz axarında rahat gedir. Ona görə bildiyiniz hər şeyləri çalışın ki, qeyd edəsiniz. Baxın, bərabər tərəfli üç bucağın sonra radiusu var idi. Radius bərabər idi A bölünsün 2 kök 3-ə, düzdür? Böyük radiusum nədir? Bunun 2 misli. Yəni A bölünsün kök 3 də mənim böyük radiusum olacaq. Hündürlük median tənbölən bir-birinə bərabərdir. O da A bölünsün 2 kök 3 olacaq. Belə deyək də 2 kök 3 yox, da doğrusu A kök 3 bölünsün 2 olacaq. Ondan sonra mən nələr qeyd edim sizin üçün? Başqa nələrdən danışım? Düzbucaqlı üçbucaqdır, rahatdır. Düzbucaqlı üçbucaqda bir dənə proyeksiyalara fikir vermək lazımdır. Gəlin çəkək. Bax, düzbucaqlı üçbucağımı çəkdim. Düzdür? Bax, buradan hündürlüyümü çəkirəm. Proyeksiya uşaqlar hündürlük arasındakı məsafədir. Bu A katetim olsun, bu B. Bu da ki, M'im olsun. Ümumi də hipotenuzuma C deyirəm. Uşaqlar, A kvadrat bərabərdir. M vurulsun hamısına. Yəni, M üstəgəl N-ə. Desək ki, A katetinin proyeksiyası, yəni bu A-nın proyeksiyası, baxın bu M-dir. B-nin proyeksiyası isə bu N-dir. B kvadrat da bərabərdir, çöldəki vurulsun, yəni ki, toxunan qaydası. M üstə gəlinsin N-ə. Yadınızda qalsın. Sonra həmin o bu qaydaya uyğun, bu da hündürlüyümdür də, yaza bilərəm ki, 1 bölünsün H kvadrat bərabərdir. 1 bölünsün A kvadrat üstə gəlsin 1 bölünsün B kvadrat. Bu düsturumu da yaza bilərəm. Düzbucaqlı üçbucaqda hündürlük nəyə bərabər idi? Katetlərə hasilinin hipotenuza nisbəti. Sahə isə katetlərə hasilinin yarısıdır. Bax, bu iki düsturu uşaqlar çox qarışdırır. Çalışın ki, qarışdırmayasınız. Ondan sonra düzbucaq təpəsindən çəkilən hündürlüyün kvadratı nə idi? Həmin bu tərəflərin hasili. Bir də düzbucaqlı üçbucaqda uşaqlar düz bucaq təpəsindən çəkilən median üçlük qaydasıdır ya. Yəni bu median tərəfi nə edəcək? Yarı böləcək. Özü də bu tərəfə bərabər olacaq. Yəni bu hissələriniz də MM olacaq. Yəni medianı bərabər olacaq. Yadınızda qalsın. Başqa bərabər yanlı düzbucaqlı üçbucaq ilə bərabər yanlının xəstələrini də keçəcək. Yəni orada bir şey yoxdur. Sinuslar teoremi, kosinuslar teoremi, yəni bunlar düsturlardır uşaqlar, gedib öyrənirsiniz. Sahə düsturlarıdır. Yəni 2də 1 AB sinus alfamız var, yaxud da 2də 1 AH düsturumuz var. Bunlardan istifadə edirik. Düzbucaqlı üçbucaqdırsa da katetlərə hasilinin yarısı. Bir də uşaqlar, 3 tərəfi verilən üçbucaq, bax 3 tərəfi verilən üçbucaq üçün Heron düsturu. Heron düsturu nə idi? S bərabər idi kök altında. Perimetr vurulsun. Perimetr çıx A, perimetr çıx B, perimetr çıx C. Düzdür? Perimetrimizdə yarım perimetr idi. A üstəgəl B üstəgəl C bölünsün 2. Yadımızda qalsın. Oy, bir dəqiqə çıxdı. Yadımızda qalsın. Sonra bax uşaqlar, bir də görürsüz ki, sual verir, deyir ki, radiusunu tap və bərabər tərəfli də deyil, yanlı da deyil, ixtiyari üçbucaqdır. İxtiyari üçbucaqda bax artıq uşaq işləyib radiusu tapa bilmir. Bilmirəm niyə. Ay bala, düstur demişik də, yəni bütün müəllimlərin də dediyi düstur. Bərabər ixtiyari üçbucaq üçün daxilə çəkilən çevrənin radiusu 2S, S-i də Herondan tapırsınız. 2S bölünsün A üstəgəl B üstəgəl C-dir. Böyük radiusumuz da nəyə bərabərdir? Hasil bölünsün 4S. Və yaxud da siz onu şeylə də tapa bilərsiniz. Sinuslar teoremi ilə. Yəni sinuslar teoremi necə idi? A bölünsün sinus alfa bərabərdir. B bölünsün sinus betaya. O da bərabərdir 2R. Belə bir düsturumuz var idi da. Yəni belə də tapa bilərsiniz. Fərqi yoxdur. İndi bucaq varsa əlinizdə sinuslar teoremi ilə gedin. Yoxdursa 3 dənə tərəfiniz varsa Herondan gedin. Herondan sahəni tap, gətir qoy yerində. Yaz, bu qədər sadə.
Düz bucaqlı üç bucaqda da radius nə idi? Katetləri cəmindən çıxırdıq, hipotenuzu bölürdük 2-yə. Böyük radiusumuz da hipotenuzun yarısına bərabər idi. Yadımızda qalsın. Biraz da çevrə dərsinə gedək çıxaq. Görək çevrədə nə var, nə yox. Deməli, ilk öncə bunu deyim ki, uşaqlar, mənim şəkil çəkmə qabiliyyətim çox dəhşət mükəmməldir. Yəni dırnaq arası mükəmməldir. Ona görə üzürlü sayın. Deməli, çevrəmizi çəkdik, düzdür. Bax, uşaqlar, vətər nədir, radius nədir? Day, bunları yəqin ki, bilirik. Bu sadə qaydalara keçmək istəmirəm. Ona görə, baxın, mən bu şəkildə vətərimi, AB vətərimi qeyd elədim. Burada da mənim O mərkəzim. Tutaq ki, buradan bura bir dənə radiusumuz çəkilib. Yadda qalsın ki, radius vətərə perpendikulyar olur və vətəri yarıya bölür. Yadda qalsın. Məsəl üçün, sizə deyər ki, sualda çevrənin mərkəzindən müxtəlif tərəflərdə yerləşən vətərlər. Bax, biri budur, biri budur. Müxtəlif tərəflərdə. Eyni tərəflərdə yerləşəndirsə, ya belə çəkərsən, ya da irəli aşağıda belə çəkərsən. Heç bir fərqi yoxdur. Yəni, eyni şəkildə eyni hesablama olacaq, eyni strategiya olacaq. Strategiya. Ondan sonra uşaqlar, məsəl üçün bir dənə çevrə verib, xaricdə də bir dənə tutaq ki, bizə A nöqtəsi verib. Bu A nöqtəsindən tutaq ki, bizim O mərkəzimizə bir xətt çəkilir. Yadınızda qalsın ki, bu A nöqtəsi həmişə olacaq nə? Tənbölən. Çevrənin mərkəzinə çəkilən xətt, xaricdəki nöqtədən çevrənin mərkəzinə çəkilən xətt olur nə? Tənbölən. Yadda qalsın. Uşaqlar, bir də bax, bu suallar da trapesiya suallarında ən çox da çıxır qabağıma. Trapesiyada üç bucaq yaradır. Daxilində də bir çevrə çəkir diaqonalla. Bax. Tutaq ki, belə bir dənə sual verib ya da siz belə bir şəkil alındırırsınız, tapırsınız. Yəni, belə bir şey. Gözləyin. Deməli, bax, biz sadəcə olaraq burada nəyə fikir verməliyik? Uşaqlar, yadınızda qalsın ki, toxunma nöqtələri bir-birinə bərabərdir. Bax, toxunma nöqtələrini qeyd elədim. Bu toxunma ilə bu toxunma bir-birinə bərabərdir. Eyni zamanda, bax, bununla, bax, 2 dənə xətt çəkirəm, bununla da, bax, bu bir-birinə bərabərdir. Eyni toxunma nöqtələrindədir. Bu biri toxunma ilə də, bax, bu biri toxunma bir-birinə bərabərdir. Yadınızda qalsın. Yaxşı, çox lazım olacaq. Qövs məsələləridir, yəni bunlar asandır. Mərkəzi qövs, daxilə söykənən qövs. Bir dənə bilməlisiniz ki, eyni qövsə söykənən bucaqlar. Bax, bunu çox uşaqlar, bax, eyni qövsə söykənən budur. Bax, görürsünüz, gəlir, eyni burada və burada birləşirlər. Onda bu bucaqların hər biri bərabər olacaq bir-birinə. Buraxılış birinci zonaya düşmüşdü bu sual. Bloka düşməyəcəyəm. Sonra baxaq. Bir də uşaqlar, bax, tutaq ki, bizə belə bir dənə toxunan verib, buradan da bir ixtiyari belə bir kiçik vətər çəkib və alfadır bu. Bu alfadırsa yadınızda qalsın ki, bu qövs olacaq 2 alfa. 2 qatı. Bir də bax, uşaqlar qarışdırır. Ay müəllim, toxunandır, ay müəllim, kəsəndir, həmin o bucağı necə tapaq? Uşaqlar, bax, çevrədir. Tutaq ki, toxunub, bu da belə. Bax, buradakı alfa bucağını istəyir səndən. Ümumiyyətlə, nöqtə xaricdə qeyd olunubsa, nöqtə, bax, xaricdə qeyd olunubsa, yadınızda qalsın ki, böyük qövsdən kiçik qövsü bu olsun n, bu olsun n. Böyük qövsdən çıx kiçik qövsü böl 2. Əgər xaricdə qeyd olunan nöqtəni tapmağınızı istəyirsə, böyük qövsdən kiçik qövsü çıxarsınız və onu da bölərsiniz 2-yə. Əgər daxildə olan nöqtəni tapmağınızı istəyirsə, bax, məsəl üçün burada bir dənə nöqtənin yanı bucağı. Onda bu qövsünüzdən bu qövsünüzü, bu olsun n, bu olsun n. Qövslərinizi toplayarsınız, bölərsiniz 2-yə. Xaricdə olanda böyükdən kiçiyi çıx, böl 2-yə. Daxildə olanda topla, böl 2-yə. Yadınızda qalsın. Ondan sonra, uşaqlar, bir də ki, bizim bu qövsümüzlə, əgər bu mərkəzdən keçən xətdirsə, mərkəzdən keçən xətdirsə, bu qövsümüzlə bu alfa bucağımızın cəmi 90 dərəcə olmalıdır. Yadda qalsın. Əgər mərkəzdən keçən xətdirsə. Və bir dənə çevrədir. Çevrədə paralel vətərlər arasında qalan qövslər bərabərdir. Bax, bu paralel vətərlərdir, bu da qövslər. Bu qövslər bir-birinə bərabər olacaq, yadınızda qalsın.
Sonra halqa məsələləri. Uşaqlar, halqanı yəni çəkib qursanız daha yaxşıdır. Məsəl üçün bu kiçik radiusdur. Buradan burada böyük radiusdur, düzdür? Bu da halqanın qalınlığıdır. Təbii ki, böyük radiusdan kiçik radiusu çıxarsan ki, halqanın qalınlığını tapasan da. Yəni elə də çətin deyil. Sadəcə çevrənin uzunluğudur. Bax, çevrənin uzunluğu 2 pi r-dir. Diametriniz 2 dənə radiusa bərabərdir. Bu arada diametrə söykənən bucaq yadımızda qalsın. Bax, bu diametrdir. Söykənən bucaq 90 dərəcə olacaq. Yadda qalsın. Hə, diametriniz 2 radiusa bərabərdir. Çevrənin yox, dairənin sahəsi olur. Dairənin sahəsi də ki, pi r kvadrat və yaxud da pi d kvadratı bölünsün 4 düsturu ilə tapılır. Bu da yadınızda qalsın. Sonra bir də uşaqlar qövs var. Bax, uşaqlar mənim də şagirdlərim. Əslində düstur asandır, amma digər ki, bilmirəm nədəndir, nədən irəli gəlir, yadda saxlaya bilmirlər. Uşaqlar, qövs uzunluğu pi r alfa bölü 180 fisioda qutardı, getdi, budur. Bir dənə bu düsturdur. Çox da deyirlər ki, mən müəllim, pi r alfa bölü 180-dir, yoxsa 2 pi r alfa bölü 360-dır. Aşağı eyni şeydir də. Yəni 2 ilə də 180, 360 gedir, qalır 180. Mən birbaşa ixtisar olunmuş halını deyirəm. İndi hansı müəllim necə deyir? Hər müəllimin öz, belə deyək də, strukturu var. Hər müəllimin öz siyasəti var, sistemi var. Ona görə heç kimə nəsə demirəm. Mən də ki, müəllim deyiləm, abituriyent də deyiləm. Abituriyentəm deyəcəydim, çaşıb. 11-lərlə o qədər vaxt keçirtmişəm ki, hə, mən tələbəyəm. Mən özüm abituriyent vaxtı belə öyrənmişəm. Ona görə uşaqlara da belə öyrədirəm. Çünki belə məncə daha rahatdır. Ümidvaram sizdə də elədir. Deməli, bax, bir də çevrədə metrik münasibətlər var. Bax, çevrəmi çəkdim, düzdürmü? Vətərlərimi qeyd edirəm. Ay uşaqlar, bax, xahiş eləyirəm. Yəni, götürüb özünüzdən Amerika çıxartmayın, özünüzdən Amerika kəşf eləməyin. Bax, A-dır, B-dir, C-dir, D-dir. Sadə qaydadır. A vurulsun B, C vurulsun D-yə bərabərdir. Qutardı, getdi. Bax, bu budur. Vətərin xassəsi budur. Amma biri də var. Bax, bu vətərə aiddir. Burada heç bir 90 dərəcəmi, alfa bucağımı söhbəti yoxdur. Biri də var ki, artıq burada vəziyyət dəyişəcək. Bax, çevrəmi çəkdim. Bir də var ki, deyir 90 dərəcədir. Bax, bu vətər, bir dənə bu vətəri çəkdik, düzdür? Hə, bu vətərlər bir-birinə perpendikulyardır. Hə, lap yaxşı. Olsun da. Yazıram, yenə burada da qeydiyyatımı eləyirəm. A, B, C, D. Və səndən radius istəyir. Uşaq qalır belə. Bax, sadə qaydadır. Kvadratlar cəmi, A kvadrat, B kvadrat, C kvadrat, D kvadrat bərabərdir 4 dənə r-in kvadratı. Sadə qayda. Vur yaddaşı. Все getdi, qutardı, getdi hamısı. Ondan sonra kəsənlərin xassəsi, bax, kəsənlərimin birini. Burada nöqtəmi qeyd etdim, belə çəkdim. A, B, C, D. Düzdürmü? Çöldə qalan A vurulsun hamısı. A plus B. Çöldə qalan vurulsun hamısı. C plus D. Qutardı, getdi. Bax, bu da budur. Ondan sonra toxunanla kəsənin xassəsi. Baxın, belə qeyd edək. Bu bizim toxunanımız, bu bizim kəsənimiz. Bu olsun A, bu da B, C. Toxunanın kvadratı, yəni, baxın, toxunanın kvadratı bərabərdir. Çöldəki vurulsun hamısı. B üstə gəl C. Qutardı. Bax, bu. Ondan sonra hər şeyi dedik. Bir də, düzdür, bunu 4 bucaqlar dərsində də deyərəm. Bax, uşaqlar, bir də görsən, trapesiya sualı verir ki, məncə imtahana trapesiya düşəcək. Trapesiya xüsusi fikir verin. İndi mən də burada deyəcəm sizə inşallah ki. Bax, bir də görsən, imtahanda sual düşüb, deyir, trapesiyanın daxilinə çəkilmiş çevrə və yaxud da xaricinə çəkilmiş çevrə. 4 bucağının xaricinə deyirlər çox vaxt. Uşaqlar, trapesiyanın daxilinə çəkilmiş çevrə, ümumiyyətlə, trapesiya bir 4 bucaqlıdır. Məsəl üçün, mən ixtiyari bir dənə 4 bucaqlı çəkdim. Paralelogram, romb, ixtiyari 4 bucaqlıdır bu. Bunun əgər daxildə çevrə çəkilibsə, bu deməkdir ki, bunun tərəfləri cəmi bir-birinə bərabərdir. Və çox vaxt bunu trapesiyada verirlər. Trapesiyada verirlərsə, onda biz nə alacağıq? Bizim oturacaqlarımızın cəmi nə olacaq? Bunların cəminə bərabər olacaq. Və bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkmək olur bu arada. Bu da yadınızda qalsın. Ki, trapesiyanı deyəndə deyəcəm bunları. Biri də var ki, 4 bucaqlının xaricinə
dairə çəkmək. Burada da bir dənə bilməliyik ki, bu qarşı bucaqların cəmi 180-dir. Bu alfadır, bu beta. Bax, alfa, beta cəm 180. Bu qammadır, bu fidir. Qamma, fi cəm 180. Yadınızda qalsın. Sonra heç nə. Gedək, çıxaq çoxbucaqlılara. Çoxbucaqlılarda deməli, çoxbucaqlıların yəni qaydasını özünüz öyrənərsiniz. Mən burada özümə həlak eləmirəm. Amma dördbucaqlılara biraz baxaq. Dördbucaqlılarda əsas bax, sistemi düzgün qurmaqdır uşaqlar. Sistem qurmağı heç bacarmırsınız. Yəni, bacaran uşağı da mən görməmişəm hələ təəssüf ki. Bax, sistem nədir? Diaqonal tərəf arasındakı əlaqəni düzgün sistemləşdir. Yəni, paraleloqramda necədir, rombda necədir, düzbucaqlıda necədir, bunlara fikir ver. Məsələn, bax, düzgün altı bucaqlıdan gedir söhbət. Düzgün altı bucaqlının 2 dənə diaqonalı var. Bir kiçik diaqonalı var, bir böyük diaqonalı var. Kiçik diaqonalı bərabərdir A kök 3-ə, böyük diaqonalı bərabərdir 2A-ya. Düzdürmü? Bax, bunu yadınızda saxlayın. Və bir də radiuslara baxaq. Böyük radius bərabərdir tərəfinin özünə, kiçik radiusum da bərabərdir A kök 3 bölünsün 2-yə. Bax belə. Vur yaddaşı. Qutardı getdi. Həmçinin bu bərabər tərəfli üçbucağın hündürlük median tənböləninin də düsturudur. Yadınızda qalsın. Bax, belə şaxələndirin, belə əlaqələndirin, riyaziyyatı sevərək öyrənin. Yəni, yazıq riyaziyyatı yaman günə qoymayın. Paraleloqramdır, qarşı tərəflər bərabərdir, falandır. Yəni, bunları deməyəcəm, bunları artıq məncə hamı əzbərləyir. Əsas qaydalara keçək. Diaqonalla tərəf arasındakı əlaqə. Bax, bu nə oldu? Nə? 6 bucaqlı. İndi yazıram paraleloqram. Paraleloqramda D1-in kvadratı üstə gəlinsin, D2-nin kvadratı bərabərdir. 2 vurulsun. A kvadrat üstə gəlinsin B kvadratına. Toplu da bu suallar bolluca var. Bax, bir bunu bilməlisiniz paraleloqramda. Bir də nələrə fikir verməlisiniz? Uşaqlar, paraleloqramda bax, çevran layışı yoxdur. Amma ki, bu bax, simmetriya mərkəzidir. Mərkəzi simmetriya. Niyə? Çünki kəsişmə nöqtəsində yarı bölünürlər bunlar. Bax, belə. Yəni, bura x-dırsa, bura da x-dir. Bura y-dirsə, bura da y-dir. Yadınızda qalsın. Deməli, paraleloqramda kəsişmə nöqtəsində diaqonallar yarıya bölünür. Amma diaqonallar bir-birinə bərabər deyil. Bir, bunu bilməlisiniz. Bir də nəyi bilməlisiniz? Bax, paraleloqramda tənbölən çəkilib də, tutaq ki, belə bir tənbölən çəkilib. Onda burada yaranan bax, bu tərəflər bir-birinə bərabərdir. Yəni, bu A-dırsa, bu da olacaq A. Yadınızda qalsın bu. İsbatındakı belə verərik ki, tənböləndirsə, bura nə olacaq? Alfa olacaq. Düzdür. Alfadırsa, hə, yaxşı, lap yaxşı. Bax, bu paraleldir, bu da paraleldir. Həndəsənin əsas anlayışları dərsi. Bax, bu da kəsəndir. Bu bucağın alfadırsa, sənin bu bucağın da alfa olmayacaq. Olacaq da, burada alfa olacaq. Onda bax, bərabər yanlış bucaq aldın. Alfa. Onda bura A-dırsa, burada A olacaq. Eyni şəkildə, buradan da tənbölən çəkibsə, onda bura A-dırsa, burada A olar. İsbat sualı kimi düşür bu. Onda burada A. 2A oldu mu? Burada oldu 2A. İsbat sualı kimi düşür ki, perimetr bərabərdir 6A olduğunu isbat edin. Yəni, isbat budur. Qutardı getdi. Yəni, isbat sualı olaraq düşsə, bunu yazmağınız, tənböləni qeyd eləməyiniz, hətta yaxşı olar ki, şəkli çəkib alfa bucaqlarını qeyd edəsiniz. Hə, onda ümidvaram, düşünürəm ki, sizə bal verərlər. Sonra paraleloqramda başqa nələri bilmək lazımdır? Yəni, altı bucaqlının da sahəsini demədir. Altı bucaqlının sahəsi mən özüm belə yadda saxlamışdım. Bərabər tərəfli üçbucağın sahəsini vur 6-ya. Bərabər tərəfli üçbucağın sahəsi nədir? A kvadrat kök 3 bölü 4 vur 6. Bax, bu 6 bucaqlının sahəsidir. 6 bucaqlının. Paraleloqramın da sahə düsturları müxtəlifdir. Sahə düsturları var. Tərəf vurulsun hündürlük. A vur H-a bərabərdir. B vurulsun HB-yə. Yaxud da diaqonalları ümumiyyətlə ixtiyari dördbucaqlının
sahə düsturu onun diaqonallarının yarısının sinus alfaya olan nisbətidir. Rombda sinus alfanın yerində alfa neçə dərəcədir? 90 dərəcə deyil. Yəni diaqonalların elə bir ki, kəsişmə yeridir də. Rombun da diaqonalları 90 dərəcədə kəsişir deyə elə D1, D2 bölü 2 yazırlar. Amma ixtiyari dördbucaqlı üçün bu keçərlidir, yadınızda qalsın. Bir də AB sinus alfa düsturu istifadə olunur. Yadınızda qalsın. Sonra paraleloqramla bağlı, bir də sahələrlə bağlı bunu qeyd edərəm ki, bax paraleloqramdır. Tutaq ki, bax belə tən bölənlər verib. Onda bu S1 olsun, bu S2 olsun, bu S3 olsun. S2 bərabər olacaq S1 ilə S3-ün cəminə. Yadınızda qalsın. Bax belə. Yəni biz bildikmi paraleloqramı? Uşaqlar düzbucaqlı. Düzbucaqlının kvadratı və tərəfi arası bu lap asandır. D kvadrat bərabərdir A kvadrat üstəgəl B kvadratına. Yəni düzbucaqlıya da danışılacaq bir şey yoxdur. Keçirəm. Romb. Uşaqlar, rombun tərəfləri bir-birinə bərabərdir, amma bucaqları bir-birinə bərabər deyil. Həmçinin rombun diaqonalları 90 dərəcə altında kəsişirlər. Yadınızda qalsın. Rombun diaqonalları və kvadratın diaqonalları onun bucağının tənbölənidir. Yadınızda qalsın. Yəni bu bucağın tənbölənidir. Rombun və kvadratın diaqonalları onun bucağının tənbölənidir. Rombda bir dənə bilməliyik ki, radiusunuz bərabərdir hündürlüyün yarısına. Hündürlüyünüzü də yaza bilərsiniz ki, diaqonallarınızın hasilinin 2 ay olan nisbətidir. Başqa sahəsi filan, başqa hər şey asandır. Yəni başqa deyiləcək bir şey yoxdur. Ondan sonra kvadrat da asandır. Yəni kvadratın radiusu tərəfinin yarısıdır. Kvadrat üçün deyirəm. Böyük radiusudakı diaqonalının yarısıdır. Bu həmçinin düzbucaqlığı da keçərlidir. Keçək trapesiya. Görək trapesiyada nədən danışır. Deməli, bax, uşaqlar, trapesiyada biz bilməliyik ki, daxilə çəkilən, xaricə çəkilən, bərabər yanlı, bərabər tərəfli. Bax, əgər bərabər yanlı, bax, şərtlərə fikir verin, bərabər yanlı trapesiyanın diaqonalları bərabərdirsə, onda diaqonalın kvadratı bərabər olur. Yan tərəfinin kvadratı ilə oturacaqların hasilinə. Bax, bərabər yanlı trapesiyadır. Diaqonalları da D-dir, bir-birinə bərabərdir. Bu da AB-dir. Bax, bu düstur, doğrudur, yadınızda qalsın. Biri də var ki, diaqonalları perpendikulyar olan bərabər yanlı trapesiya. Onda bizim hündürlüyümüz MN-ə, yəni orta xəttə bərabərdir. Oturacaqları cəminin yarısına. Yadınızda qalsın. Ondan sonra düzbucaqlı trapesiyada uşaqlar kvadrata gəlir, çıxır və düzbucaqlı trapesiya. Bir dənə buradan hündürlük çəkirsən, həfsə burada kvadrat əmələ gəldi, qutardı. Bu da düzbucaqlı üçbucaq. Orası rahatdır. Bir də əgər daxilə çevrə çəkilibsə, bayaq dedim ki, o yalnız bərabər yanlı trapesiyada doğrudur. Radius, daxilə çəkilən çevrədə radius hündürlüyünün yarısı olacaq. Xaricinə çəkilibsə, oturacağının yarısı olur. Bu qədər, yəni başqa. Bir də ki, hündürlüyünüzdə, daxilə çevrə çəkilibsə, hündürlüyünüzdə kök altında oturacaqları hasilinə bərabər olur. Yadınızda qalsın. Sonra başqa nədən danışaq? Ədədi silsilədir. Silsilənin düsturlarını öyrənməlisiniz məncə. Yəni başqa məncə funksiyalar, qrafiklər, yəni burada biz sadəcə yaxşı olar ki, fikir verək nəyə? Kvadratik funksiya. Funksiyaları sabah izah eləyərəm növbəti videomuzda. İkinci hissəni növbəti videomuzda izah eləyərəm, belə deyək də. Bugün hələ ki birinci hissəyə baxaq. Birinci hissədən başqa nələrə baxmadım. Deməli, çevrəyə baxdıq, dördbucaqlara baxdıq. Müxtəsər vurmada özünüz öyrənməlisiniz. Sən əsas anlayışları orada çətin bir şey yoxdur. Bu qədər. Natural ədədlər bilirik, kəsirlər.
Ümidvaram bir xeyri dəyər uşaqlar sizə. İnşallah ki, savada vaxt tapdıqca özüm izahlar verəcəm. Bir də ki, məsələ həlləri mənim sınaq qrupuma qoşulmaq üçün ödənişsizdir sınaq qrupum. Əlaqə nömrəm də 050. Əlaqə saxlayarsınız. Ödənişsiz düz yazdım. Ödənişsiz sınaq qruplarıma qoşulub məsələ həlləri ilə bağlı materiallarımızla tanış ola bilərsiniz. İnşallah orada daha yaxşı olar düşünürəm ki. Bu qədər. Sağ olun. Gecəniz xeyrə.